Salam əziz dostlar, bugünkü mövzumuz Pathfinder. Tərcümə eləyənə qədər gəlin görək Pathfinder hardadır və necə işləyir. Pəncərələr menüsunda kəskin düzbucaqlılar ikonunun üzərinə klik eləyə bilərik. Üzərinə gətirəndə gördük Pathfinder yazıldı. Klik elədik, açdıq. Əgər hansısa səbəbdən bu bizdə burada görsənmirsə, Window və Pathfinder shortcut'ı Shift Ctrl F9. Pathfinder menümüzü açdıq. Gəlin onu çəkək, burada bir boşluğa gözümüzün qabağında olsun və bir yuxarıda Shape Modes-un üzərində gəzişək. Birinci funksiyamız Unite. Getdik. İndən deyək, bizim bütün buradakı nümunələrimiz hamısı sərbəst dairələrdir. Bir-birinin üzünə çıxıb kəsişmələr yaranıb ki, baxaq görək o necə effektlər verəcək bizə. Seçirik ikisində, klik eləyirik birləşdirməyə və gördüyünüz kimi birləşdi. Ən üstdə olan rəngin xüsusiyyətlərini götürdü. Minus front. Bəzən elə adı bizlə söhbət eləyir. Minus front, yəni ki, üstdəki layer, üstdəki fiqur, altdakı fiquru siləcək. İkisini də seçirik, klik eləyirik. Bəli. Keçək intersect'i yoxlayaq. Gəldik, ikisini də seçdik. Intersect. Iconda da görsənir ki, ortada kəsişən formanı saxlayacaq, kənarlar silinəcək və exclude. Exclude-u da klik eləyirik. Intersect'in tərsinə variantıdır. Kəsişmə silinir, kənarlar qalır və öndə olan obyektin rəngi dominant rəngə çevrilir. Keçək aşağıda Pathfinders bölməsinə. Divide seçirik. Üzərində klik eləyirik. Avtomatik fikir verirsinizsə qrup halına salır. Ctrl Shift G-ni basırıq, ungrup eləyirik və nəticədən zövq alırıq. Bütün kəsişmə nöqtələri sərbəst hissələrə bölündü. Növbəti keçirik trimə. Gəldik, seçdik trimi, klik elədik trimə və Ctrl Shift G. Yenə də kəsdi, özü qaldı. Yuxarıdakı minus frontdan fərqli olaraq kamikadze kimi həm özünü, həm qırmızının bir hissəsini aparmadı. Altdakı layer'ı da kəsdi, altdakı fiquru da kəsdi, özü də qaldı. İndi gəlin merge baxaq. Merge klik eləyirik. Yenə də Command Shift G. Baxırıq ki, ümumi olaraq eyni nəticədir. Bəs bunların fərqi nədir? Bunların fərqini tutmaq üçün bizə biraz qəliz, kompleks bir fiqur lazımdır. Ordenə bənzəyən bir fiqurdur. Çəkək bunu bizim trimin yanına. İndi gəlin yenə də trimə klik eləyək. Klik elədik. Əla. Gəlin Ctrl Shift G eləyək və bunu hissələrə bölək. Görürük ki, kəsişmələr kəsişdi və sərbəst hissələrə bölündü. Gəlin eyni fiqurumuzu bir də merge-lə yoxlayaq. Gəldik, bu dəfə merge-ə klik elədik. Ctrl Shift G və əsas fərqi biz burada bənzər rənglər kəsilir və birləşir. Fikir verin, yaşıl olduğu kimi, necə ki trimdə, merge-də də yaşıl olduğu kimi qaldı, amma qırmızı burada hissələrə bölünmüşdü, yuxarıda isə birləşdi, yəni rəngə görə birləşdirir. Növbəti bizdə gələcək crop. Cropu biz bir yuxarıda sadə fiqurlarla yoxlaya bilərik. Klik elədik. Fikir verirsinizsə, öndə olan fiqur, altdakı fiquru kəsdi. Bunun yuxarıdakı intersect-lə bənzərliyi çoxdur. Onun üçün gəlin biz bir dənə də yenidən unikal fiqurumuzla bunu yoxlayaq. Deməli, üstdə bizdə ulduzdur. Hamısını seçmişik. Cropu basırıq. Cropu basanda görürük ki, bir növ geri dönməz bir mask effekti yaranır. Ulduzun altında nə kəsişmə var idisə, hamısını kəsdi, çıxartdı. Kənarları ignor elədi, sildi, getdi. Sırf ulduzun altına düşən hissələr bizdə əlimizdə qaldı. Növbəti funksiyamız Outline. Gəlin Outline-a klik eləyə görə nə baş verir? Outline-a klik elədik. Illustrator bizim üçün burada şərti bir rəng verdi. Şərti rəngdən nə üçündür ki, yaranan nəticəni qiymətləndirə bilək. Yenə də ungroup eləməyə ehtiyac var. Command Shift G-ni bastıq. Deməli, kəsişən nöqtələri Illustrator bizə bir-birindən ayrı sərbəst pəslər kimi verdi. Hamısını seçək. Fikir verirsə, stroke-da heç bir göstərici yoxdur. Gəlin stroke-u misal üçün qara eləyək. Stroke-u qalınlaşdıraq və yaranan nəticəni daha diqqətlə izləyə bilək. Bir də sonuncu minus back var. Eyni ilə minus frontdur. Sadəcə olaraq bu dəfə yaxınlaşdıraq. Bu dəfə altda olan obyekt üstdəki obyekti silir. Əgər fikir verdinizsə, Pathfinder'da funksiyaların üzərində gəzəndə bizə uzun ipucları verdi. Gəlin onu oxuyaq. Alt-click to create a compound shape. Terminlərə girmədən gəlin sadəcə olaraq alt-click-i yoxlayaq. Əsas görüntümüzü seçirik.
kopyasını çıxardırıq. Bir dənə də Alt Shift-i basıb kopyasını çıxardırıq. Birincini basırıq sadəcə mausundan Alt-sız. İkincini isə Unite düyməsinə Alt-ı basaraq klik eləyirik. Bir verin, burada bir dəfəlik yapışdılar. İkincidə isə Compound Shape formalaşdı. Compound Shape haqqında bizdə xüsusi bir video olacaq. Hələlik isə gəlin biz bu funksiya ilə yaxından tanış olaq ki, niyə Alt-ı bastıq və burada yaranan Expand düyməsi nədir? Compound Alt-ı basanda bizdə burada Compound Shape formalaşır. Bu o deməkdir ki, mən bunu hələ istədiyim kimi edit eləyə bilərəm və yekunda artıq nəticədən razıyamsa, mən burada bunu Expand eləyib Compound Shape modundan çıxarda bilərəm. Gəlin, real praktikada yoxlayaq görək, biz nə edə bilərik? Bax, bu Alt-ı basaraq Compound Shape yaratmaqla. Bir aypara yaradaq. Çəkdik sarı dairəmizi, duplikatını çıxardırıq sağ tərəfə. Gəlin bunun rəngini verək. Misal üçün qırmızı ki, fərqi görək. Duplikatını çıxartdıq, geri qayıtdı. Alt Shift-i basaq, nisbətən kiçildək və seçək minus front, yəni öndə olan rəng altdakını silsin. Bu dəfə Alt-ı basaraq minus frontu klik eləyirəm. Bir verdinizsə, mən əgər burada bizim bayrağımızın üzərindəki ayparaya bənzər bir aypara ulduz yaratmaq istəyirəmsə, İlk addımım belə oldu, amma bilirəm ki, tam həmin görüntü deyil. Bir ulduzumuzu da bura ataq, götürdük, çəkdik, ulduzun sayını artırdıq, hop, 8 bucaq, əla gətirdik. Hətta seçib Key Object bayrağımızı qərar verib buradan mərkəz də eləyə bilərik. Bayrağımın qövsü biraz daha içəri doğru gəlsin. Onun üçün mən double klik eləyirəm, gəlirəm, seçirəm burada içəridəki bu boşluğu, hansı ki məndə o kəsim hissəsini yaradıb, Alt Shift-i klik eləyərək bunu yığıram, tutaq ki, fikir verin, daha iti bucaqlı bir aypara yarandı. Sonra Escape-i basıram və ya kənarda double klik, sonra da ulduzumuzu çəkirik, kiçildirik, böyüdürük və s. belə oynayırıq və salam. Pathfinder-la bağlı öyrənəcəklərimiz bu qədər. Qarşıda bizi crop-la bağlı, burada da crop-la bağlı bir lifehack gözləyir. Görüşərik. Pathfinder-da crop funksiyası ilə bağlı bizim lifehackimiz. Gəlin bir düz bucaqlı çəkək. Stroke-unu ləğv eləyək. İçinə Illustrator'ın Swatch pəncərəsindən bizə təqdim olunan bir naxış seçək. Əla. Naxışımızı seçdik. İndi mən istəyirəm ki, bunun içindəki naxışı sərbəst bir ornament kimi çıxardım və istifadə edeyim. Yerləşimindən razıyam. Hər şey gözəldir, qəşəngdir. Misal üçün bu görüntü əla. İllustratora deyəcəm ki, bu naxışı mənə daha genişlənmiş, idarə edilə biləcək bir formada ver. Onun üçün Object və buradan Expand eləyəcəm. Expand eləyəndə də deyirəm ki, yəni fili bu obyektimin içində rəngdirsə, qradiyentdirsə, indiki halda patterndir. Bu patterni mənim üçün editable ver. OK, klik eləyirəm. İlk baxışdan heç nə dəyişməyib. Command Y bassam, görəcəm ki, naxışımın nüvəsi düzbucaqlımın içində çox güman ki, mask olunub. Command Y basıb geri qayıdıram. Sağ düyməni basıram. Görürəm ki, burada Release Clipping Mask düyməsi yoxdur, amma Ungroup düyməsi var. Çox güman ki, bir qrup olub bu. Bunu ungroup eləyirik. Ondan sonra boşluqda basıb bir dənə də klik eləyirəm. Bəli, Release Clipping Mask. Release Clipping Mask-ı bastım. Arxada mənim patternimin nüvəsi əsas strukturu görsəndi. Ondan sonra üstdə mənim düz bucaqlım var idi. Bax, görürsünüz, bu düz bucaqlım. Seçirəm hamısını və Crop-a klik eləyirəm. Crop. Bəli, bir dənə də Command Y-ı basaq. Gördüyünüz kimi düz bucaqlımın kənarı hamısı silindi. Sırf mənə hansı hissə lazım idisə, ora crop olundu, əlimin altında hazır qaldı. Pathfinder funksiyası ilə eksperimentləri davam eləyin. Biz isə növbəti dərsdə görüşək.